Şimdi Azerbaycan'a bağlanacağız. Azerbaycan'da Vefa Hamzayeva ile Azerbaycan'daki son durumu konuşacağız. İyi akşamlar efendim. İyi akşamlar. Kardeş ülke Türkiye'ye selamlarımızı gönderiyoruz. Teşekkürler. Can Azerbaycan'a da tekrar biz de sevgiler gönderiyoruz. Gayet çok zor bir gündü çünkü şimdi Amerika Birleşik Devletleri'nin 7 üssü var Körfez ülkelerinde. İran'ın buralara füze atmasına herkes normal gözüyle bakıyor. Güney Kıbrıs Rum yönetiminde İngiliz üssünde Amerikalılar ve İsrail savaş uçakları konuşlandığı için hadi oraya da normal diyelim. Neden Azerbaycan'a füze atıldı? Azerbaycan'da nasıl yankı buldu bu olay? Teşekkür ederim sualınız için. Ben Azerbaycan Türkçəsində danışacağım. Düşünürəm ki, qardaş ölkə Türkiyədə də bir-birimizi anlayırıq. Məsələ ondan ibarətdir ki, İran bizim qonşu ölkədir və buna baxmayaraq ki, biz 28-dən bu yana, yəni bu müharibə, münaqişə başlayan andan etibarən Azərbaycan öz qətiyyətli mövqeyini göstərib, nümayiş etdirib və buna baxmayaraq ki, Azərbaycan ilk olaraq Xarici İşlər Naziri Ceyhun Bayramov, İranın Xarici İşlər Naziri Abbas Əraqçı ilə telefon danışığı həyata keçirdi və vəziyyətdən narahat olduğumuzu ifadə etdik, regiona sabitlik arzuladıq. Amma daha sonra Azərbaycan Cumhurbaşqanı, Azərbaycan Prezidenti İlham Əliyev də pezeşkana başsağlığı verdi və əlbəttə ki, dünən, yəni ötən gün Azərbaycan Prezidenti İlham Əliyev İranın Azərbaycandakı səfirliyinə getdi və ali dini rəhbərin vəfatı ilə bağlı, həyatını itirməsi ilə bağlı başsağlığı verdi. Bu kifayət qədər Azərbaycandan böyük bir jest idi İrana. Baxmayaraq ki, bizim Amerika Birləşmiş Ştatları ilə, eyni zamanda İsrail ilə münasibətlərimiz var, diplomatik münasibətlərimiz bütün ölkələrlə yaxşıdır. Buna baxmayaraq Azərbaycan öz müstəqil siyasətini həyata keçirərək bütün bu prosesləri yerinə yetirdi. Yəni, üzərimizə düşən nə var idisə, bir dost ölkə olaraq, bir qardaş ölkə olaraq, bir müsəlman ölkəsi olaraq Azərbaycan bunu etdi. Amma buna baxmayaraq, səhər saatlarında Xarici İşlər Nazirinin müavini, İranın Xarici İşlər Nazirinin müavini Azərbaycanla əlaqə saxlayıb və Azərbaycandan Livanda qalan İranlıların məhz təxliyəsi üçün yardım istəyib və Azərbaycan isə bu yardımı edəcəyini bildirib. Bunu bizim Cumhurbaşqanı Prezident İlham Əliyev bugün keçirdiyi iclasda məhz bununla bağlı açıqlama verdi, ictimaiyyətə məlumat verdi və hətta onlar bizə pul da, para da təklif ediblər ki, biz pul verərik, bizim vətəndaşlarımızı oradan çıxardın. Amma buna baxmayaraq ölkə başçısı Prezident İlham Əliyev tapşırıq verib ki, heç bir pula, paraya ehtiyac yoxdur. Bu humanist yardımı biz edərik və biz qonşu ölkəyik, dost ölkəyik. Əgər pis gündə yardım etməyəcəyiksə, nə vaxt edəcəyik? Heç bir şeyə ehtiyac yoxdur. Biz bu prosesi reallaşdırarıq və sizin vətəndaşlarınızı Livandan təxliyə edərik. Bu səhər baş verir və vurğuladığım kimi ötən gün ölkə başçısı Azərbaycanda yerləşən İranın səfirliyinə gedir və orada başsağlığı verir, kitaba öz sözlərini yazır, ürək sözlərini yazır və nəticə itibarilə günorta saatlarında Azərbaycanın ərazisi hədəfə alınır. 4 dron, İran dronu Azərbaycanın ərazisinə gəlir. Biri Naxçıvan Beynəlxalq Hava Limanına düşür, digəri isə məktəbə düşür. Yəni uşaqların, körpələrin tədris aldığı məktəbə, yəni okula, belə deyək, türk aksenti ilə desək, okula düşür. Uşaqların dərs saatında xoşbəxtlikdən məktəbin ərazisinə düşüb və uşaqlar xəsarət almayıb. Amma buna baxmayaraq bizim 4 vətəndaşımız hava limanında xəsarət alıb. Hazırda vəziyyətləri yaxşıdır. Amma bu İrandan Azərbaycana atılan satqınlıqdır. Bu İrandan Azərbaycana, dost Azərbaycana, qonşu Azərbaycana edilən riyakarlıqdır. Bunun başqa bir adı yoxdur. Peki Sayın Hamzayeva, şunu da sormak istiyorum. Tabii ki merak ettiğim için de bu konuyu. Saldırının, tamam,
Bir havaalanı vuruldu Azerbaycan'da. Diyelim evet İran vurdu. Ama şöyle bir şey de var. Sanki saldırının stili Siyonistlerin yaptığı saldırıya benzemiyor mu Amerika veya İsrail'in? Onlar çünkü okulları vuruyorlar. İran'da 165 tane kız çocuğunu bir okulda vurdular ve öldürdüler. Yani mektebe, okula atılması bana biraz düşündürücü geliyor. Bir düşmanlık da yok aralarında çünkü. Buna ne diyeceksiniz? Yani Azerbaycan'da bununla ilgili bir şüphe var mı? Acaba İran atmamış da başka biri yapmış kışkırtmak için olabilir mi? Konuşuluyor mu? Yoksa Sayın Aliyev'in de açıkladığı gibi İran derhal bizden özür dilesin ve karşılığını bir şekilde vereceğiz açıklaması hala geçerliliğini koruyor mu? Sualınızı çox gözəl anladım və bu sualı niyə verdiyinizi də anlayıram əslində. Məsələ ondan ibarətdir ki, bir neçə gündür, hətta mən özüm də dəfələrlə sosial şəbəkələr olsun, istər efir vasitəsilə olsun, misal üçün mən bugün təxminən 10 saatdan çox canlı yayımda olmuşam, bu məsələni müzakirə etmişəm və dəfələrlə biz vurğulamışıq ki, həmin o görüntüləri biz də paylaşmışıq, biz də ürək ağrısıyla, İranda hədəfə alınan o məktəbdə həyatını itirən uşaqların dərdinə yanmışıq və bunun qəbul edilməz olduğunu dəfələrlə efir vasitəsilə, sosial şəbəkələr vasitəsilə Azərbaycan ictimaiyyətinə və dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq. Bu öz yerində. Və hətta bizim ərazimiz hədəfə alınsa belə biz yenə də orada həyatını itirən uşaqların dərdinə yanırıq, onların ailəsinə səbir diləyirik, Allahdan rəhmət diləyirik. Bu öz yerində. İstənilən halda. Amma baxın, necə düşünə bilərsiniz ki, Azərbaycan bu prosesi araşdırmadan, Azərbaycan bu prosesdən əmin olmadan bu cür bəyanatlar versin. Çünki bu faktlığında qalır. Azərbaycanın ərazisi hədəfə alınıb 4 dron atılıb və biri havada zərərsizləşdirilib, biri beynəlxalq hava limanına düşüb, digəri isə okula, yəni məktəbə düşüb və digərini isə biz zərərsizləşdirmişik. Bütün bunları bir araya toplayanda bir dənə də sual ortaya çıxır ki, yaxşı bunu əgər deyək ki, İsrail edibsə və yaxud da başqa bir üçüncü ölkə edibsə, 12 günlük vətən, onların o vətən müharibəsi adlandırdığı prosesdə niyə olmadı bu? Niyə bugün oldu? Niyə? Yaxşı, düşünək ki, bu zərbə İrandan gəlməyib. Ötən gün Türkiyə hədəfə alındı, Türkiyəyə atılan raket də zərərsizləşdirildi və onlar sonradan bəyanat verdilər ki, səhvliklə olub, təsadüfən olub və bu Türkiyəyə atılmırdı. Dubaya da onlar atmayıb, Bəhreynə də onlar atmayıb. Yaxşı, bəs kim atıb onda sual olur. Bu dediyim, sadaladığım körfəz ölkələrini də mi, müsəlman ərəb ölkələrini də mi İsrail vurur o zaman? Evet. Yani ama hala ben inanamıyorum Azerbaycan'ın vurulduğuna İran tarafından. Tabii ki İran vurdu ama yine de insan inanası gelmiyor. Çünkü ne bir Amerikan üssü var, ne bir düşmanlık var Can Azerbaycan'dan. Kardeş ve dost ülke olarak onlar da görmüşler İran'ı. Neden bunun yapıldığını bir türlü aklım ermiyor. Hep de işte aklıma başka şeyler geliyor ama ortada da gerçekler var tabii ki. Durup dururken de kesin elinde bilgi olmadan da koskoca Can Azerbaycan'ın Cumhurbaşkanı Sayın Aliyev çıkıp da İran benden bir an önce bu ülkeden özür dilesin demez. Onda da zaten mutabıkız, anlaşma halindeyiz sizinle. Ekleyeceğiniz başka şeyler var mı? Əslində bir məqamda var. Mən bu məqama da toxunmaq istəyirəm. Baxın, siz vurğuluyorsunuz ki, biz misal üçün siz də inana bilmirsiniz ki, İrandan niyə Azərbaycan atəşə tutulsun, raket zərbələri endirilsin. Əlbəttə ki, indi düşünün ki, biz qonşuluqda yaşayan və bizim ərazilərimiz hədəfə alındığı anda bizim keçirdiyimiz hisslər. Bütün bu proseslərə nəzər yetirəndə bir də xronologiyada, tarixdə olan faktlar var. İlk olaraq onu vurğulamaq istəyirəm ki, İranın Azərbaycana olan ilk satqınlığı deyil bu. Baxmayaraq ki, biz müsəlman ölkəsiyik, baxmayaraq ki, biz dost ölkəyik, baxmayaraq ki, biz qonşu ölkəyik və biz daha yaxın olmalıyıq əslində İrandan. Amma buna baxmayaraq bizim vətən müharibəsində də, 1-ci Qarabağ müharibəsində də,
İkinci Qarabağ müharibəsində, bizim torpaqlarımız işğal altında da olanda, işğaldan azad olunandan sonra da, hansı ki antiterror əməliyyatlarına 2023-cü ilə qədər İran hər zaman Ermənistanın yanında dayanıb. İran hər zaman Ermənistanı dəstəkləyib. 2023-cü ildə biz torpaqlarımızı işğaldan azad etmişdik və bizim ərazilərimizi, yəni bizim torpaqlarımızı İran qırmızı xətt deyə adlandırırdı. Bundan əlavə, işğalda olan dövrdə, yəni 90-cı illərdə Ermənistanla birlikdə bizim ərazilərimizi talayıblar, bizim ərazilərimizdə qarət həyata keçiriblər, ekoloji terror həyata keçiriblər. Şuşada yerləşən məscidlərimizi ki, hansı ki Azərbaycanın məscidləridir, bu məscidləri farslaşdırmağa çalışıblar. Yəni onun üzərində müəyyən bir belə deyək, bərpa işləri dırnaqarası həyata keçiriblər və onun üzərinə fars elementləri əlavə etməyə çalışıblar. Təbii ki, biz işğaldan azad edəndən sonra həmin məscidləri biz bərpa etdik, əvvəlki vəziyyətinə qaytardıq. Bundan əlavə, bizim keçid məntəqələrimizdə İran nömrələri ilə onlar silah daşıyıblar, narkotik daşıyıblar. İşğaldan azad olunan ərazilərdə xeyli sayda biz narkotik, hektarlarla ərazidə narkotik tapmışıq, marihuana tapmışıq, onları biz məhv etmişik. Yəni, indi siz deyirsiniz ki, mən inanmıram, amma inanın ki, Azərbaycan vətəndaşı üçün bu heç də təəccüblü bir hal deyildi. Biz illərlə təəssüflər olsun ki, biz bilmirik bunun səbəbi nədən ibarətdir və nəzərə alsaq ki, İranda xeyli sayda soydaşlarımız yaşayır. Onlar öz Azərbaycan dilində danışa bilmirlər. Onlara qarşı kifayət qədər o belə təzyiq belə vasitəsi kimi istifadə olunurlar. Bilirsiniz ki, Təbrizdə xeyli sayda soydaşlarımız var. Azərbaycan dilində danışırlar, onlar türk dilində danışırlar, amma bu türk faktorunu həmişə sıxışdırmağa çalışıb. Hazırda mövcud olan rejimdən gedir söhbət əlbəttə ki və inanın ki, nə mənim üçün bir jurnalist olaraq, qəzeteci olaraq, nə də ki, əminəm ki, Azərbaycanda yaşayan digər vətəndaşlar üçün bu heç də bir təəccüblü hal deyil. Biz öyrəşmişdik, amma etik çərçivədə biz bunun üzərinə getmirdik, biz artıq münasibətlərimizi bərpa etdiyimizi düşünürdük və mütləq formada vurğuluyum ki, bax bu məqamda baş vermişdi. Bilirsiniz ki, Azərbaycanın səfirliyinə, Tehranda yerləşən səfirliyinə hücum oldu və o hücum 40 dəqiqə ərzində heç bir İran polisi o əraziyə gəlmədi. Əgər bizim səfirliyimizə hücum olubsa, səfirlik bir ölkənin ərazisi deməkdir. Demək, bizim ərazimizə hücum olub və əlində baltayla, silahla, kalaşnikovla bir şəxs gəlir, girir bizim səfirliyimizə və bizim vətəndaşlarımıza hücum edir və bir nəfər həyatını itirir, bir nəfər ağır yaralanır və buna sadəcə olaraq İran polisi reaksiya vermir, 40 dəqiqə gəlmir. Bu ola bilərmi? Bir düşünün. Bu necə ola bilər ki, bir səfirliyə hücum olsun və 40 dəqiqə ərzində həmin ölkənin polisi o əraziyə yaxınlaşmasın? Bütün bu faktları üst-üstə toplayanda inanın ki, baş verən hadisələr heç də təəccüblü görünmür. Evet, Sayın Hamza'ya evet, geçmişten kalan anlaşmazlıklar var, çekişmeler var. Karabağ Savaşı'ndan sonra da zaten o koridoru bahane ederek, Azerbaycan'ın o koridorunu bahane ederek İran bir tehdit mesajı yayınlamıştı. Benim de gözüme çarpmıştı, haberini de yapmıştım. Hani bu şekilde devam ederse biz Azerbaycan'la bir çatışma haline girebiliriz diye tek bir gün açıklama yapmışlardı. Sonra o açıklama ortadan kayboldu. Hiç kimse tepki vermemişti. Onun üzerine ben zaten bir şekilde kararımı vermiştim zaten bu konuda. Ama tabii konu Amerika Birleşik Devletleri ve İsrail'in İran'a saldırması olunca Can Azerbaycan'da tabii ki komşu ülke olarak İran'ın yanında yer almıştı. En azından manevi olarak diyebiliyorum. Peki son sorum size. Sizce Azerbaycan yanıt verecek mi İran'a? Yanıt deyəndə nəyi nəzərdə tutursunuz? Çatışma olarak bir şekilde yanıt verecek mi? Misilleme hakkı tutuyor. Türkiye dün açıklama yapmıştı füzenin üzerine. Bugün Milli Savunma Bakanlığımız da açıklama yaptı. Biz İran'dan bizde fırlatılan füze için misilleme hakkımızı şimdilik saklı tutuyoruz. Tekrarı halinde ne olacağını zaten göreceksiniz der gibi bir açıklaması vardı. Şimdi Sayın Aliyev'in de İran benden bir an önce özür dilesin açıklaması var. Diyelim ki İran özür dilemedi. Ne yapacak Sayın Aliyev size göre? Sizin tahmininize göre?
Bu kifayət qədər çox vacib və kifayət qədər həssas bir sualdır və düşünürəm ki, buna dövlət rəsmiləri cavab verə bilər. Mənim səlahiyyət hüququmda olmadığı üçün bu suala belə cavab vermək istəyirəm, amma mənim düşüncəm nədən ibarətdir? Azərbaycan prezidenti İlham Əliyev açıq şəkildə məncə bugünkü çıxışındakı hansı ki, Təhlükəsizlik Şurasının iclasını keçirdi dərhal və o iclasda çıxış etdi. Açıq şəkildə Azərbaycanın mövqeyini bildirdi. Biz necə ki, bundan əvvəl baş verən bizə qarşı olan hadisələrdə öz haqqımızı tələb etmişdik və o haqqımıza nail olmuşduqsa, mən düşünürəm ki, Azərbaycan dövləti bu dəfədə qarşısına qoyduğu o punktlar var ki, bu olmalıdır. Onlara nail olacaq bu öz yerində. Azərbaycan artıq səfərbərlik elan edilib və Azərbaycanın ərazisinə hansısa bir müdaxilə olduğu təqdirdə, hansısa bir təhlükə olduğu təqdirdə Azərbaycan ordusu bu təhlükənin qarşısında dayanmağa qadirdir. Biz 44 günlük Vətən müharibəsində də, ondan sonraki 23 saatlıq, hansı ki dünyanın hərb beyin mərkəzlərinin təhlil predmetinə çevrilib bizim apardığımız savaş və bu savaşla biz sübut etdik ki, biz öz haqqımızı müdafiə etməyə layiq bir xalqıq və orduyuq. Əgər belə bir təhdid olacağı halda Azərbaycan əminəm ki, bunun cavabını verəcək. Amma hazırki mərhələ ondan ibarətdir ki, İran Azərbaycandan üzr istəməlidir və günahı olanlar cəzalandırılmalıdır. Bir də cəza məsələsinə gəlincə, mən səfirliyimizə olan hücumdan danışdım və o şəxs həbs olunandan sonra ilk olaraq harada görmüşük ki, terrorçu televiziyaya müsahibə verir və ilk olaraq İran televiziyasına o müsahibə vermişdi, açıqlama vermişdi və onun cəzasısa ən, belə deyək, sərt şəkildə verilməli idi, amma biz illərlə o cəzanın verilməsini gözləyirdik ki, hələ də cəza verilmirdi. Daha sonra Azərbaycanın təkidlərindən sonra Azərbaycanın qarşıya qoyduğu o tələblərdən sonra İran həmin o şəxsi cəzalandırmışdı. Əminəm ki, bu dəfə də belə olacaq. Çünki Azərbaycan müstəqil ölkədir, Azərbaycan öz suverenliyini, bütövlüyünü qoruyan ölkədir və əvvəlki 90-cı illərdəki Azərbaycan yoxdur. Reallıq dəyişib və regionun aktor ölkəsi də Azərbaycandır və burada Azərbaycanla hesablaşmaq lazımdır. Ona görə düşünürəm ki, heç bir formada təzyiq dili ilə və yaxud da raket atmaqla, qorxu dili ilə Azərbaycanla danışmaq mümkün deyil daha. Şimdi Can Azerbaycan eğer İran'a karşılık verirse ve o da savaşa dahil olursa Türkiye'de kardeş olduğu için sanırım başka şeyler de olabilir. Burada da çok fazla dillendirmek istemiyorum. Çünkü o zaman savaş bölgeye tamamen Bəli, bizim Şuşa bəyannaməmiz var. Evet. 2021-ci ildə imzalanan bəyannamə və hər hansı bir ölkənin ərazisinə təhdid olduğu halda biz birlikte adımlaya bilərik. Müdafiə xarakterli. Evet, çok teşekkür ediyorum katıldığınız yayınımıza. Azerbaycan'daki durumu en iyi şekilde aktardığınızı inanıyorum. İzleyicilerimiz de bilgilenmiştir sizin değerli bilgilerinizi aktarmanız sonucunda. İyi akşamlar diliyorum. Umarım bu olaylar daha fazla tekrar etmez. Teşekkür ederim vaxt ayırdığınız için, mövzuya toxunduğunuz için. Sağ olun. Çok sağ olun. İyi akşamlar.